Tanınmış aparıcı İlhamiye Rıza, televizya sayesinde kariyerasını bitirdiğini açıklayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, aparıcı bu barədə sosial şəbəkədə məlumat yayıb. Bu da son. Televiziyamızın 70 illiyinə ithafen hazırladığımız verilişlə televiziya kariyerama son qoydum. Əziz, az saylı, amma çox qiymətli izləyicilərim, sizi sevirəm deyə aparıcı qeyd edib. O layihə boyunca yanında olan komandaya təşəkkürünü bildirib. Qeyd edək ki, İlhamiye Rıza 1989-cu ildən müxtəlif televiziya kanallarında fərqli layihələrlə efirdə olub. O yazıcı, publisist Həmid Herisçinin həyat yoldaşıdır. Bakı şəhəri Yasamal rayonu Aytəkin Məmmədov adlı 38 nömrəli tam orta ümumi təhsil məktəbinə direktor təyinatı olub. Unikal xəbər verir ki, məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə görə bu vəzifəyə İradə İmanbəyli təyin edilib. Buna qədər o 312 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini olub. İradə İmanbəyli 74 saylı Masallı seçki dairəsinin sədri Loğman Şahbazovun qızıdır.